Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir. Bu videomuzda sizlərə 1-ci Dünya Müharibəsi mövzusunun izahını verəcəyik. İlk öncə qeyd edək ki, 1-ci Dünya Müharibəsi 1914-18-ci illəri əhatə eləyir və 1-ci Dünya Müharibəsinin başlanmasının var səbəbi, var məqsədləri, var bəhanəsi. Müharibənin başlanmasına səbəb dünya dövlətləri arasındakı ziddiyyətlər və dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən mübarizədir. Müharibənin məqsədləri nələrdir? Ayrı-ayrı dövlətlərin ayrı-ayrı məqsədləri var. Məsələn, Almaniyanın müharibədə məqsədi odur ki, yeni ərazilər əldə etsin, İngiltərənin, Fransanın və Rusiyanı zəiflətsin. Avstriya Macarıstanın məqsədi odur ki, yeni ərazilər əldə etsin. Əsasən Balkan yarımadasındakı torpaqlarda nüfuzunu genişləndirsin. İngiltərə istəyir ki, Almaniyanı zəiflətsin. Çünki Almaniya ilə İngiltərənin münasibətləri pisdilər, əvvəlki dövrdə qeyd etdiyimiz kimi. Və Osmanlı İmperiyasının ərazilərini ələ keçirib bölüşdürmək uğrunda gedən mübarizədə iştirak etmək istəyir İngiltərə. Rusiya istəyir ki, Almaniya iqtisadi cəhətdən zəifləsin. Həmçinin Balkan yarımadası, hansı ki Rusiya uzun illərdir bu uğurda mübarizə aparır və Bosportdan boğazlarında hökmranlıq etmək niyyətindədir. Fransanın məqsədi nədir? Fransanın məqsədi odur ki, Almaniya ilə 1870-71-ci illərdə apardığı müharibənin nəticəsi olaraq itirdiyi Elzas və Lotaringiya adlı əraziləri geri qaytarsın və Reyn vilayətinin bir hissəsini, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirsin. Müharibənin başlamasına bəhanə isə 1914-cü il 28 iyun tarixində Avstriya Macarıstan taxt tacının vəliəhdi Frans Ferdinandın Serb millətçisi Gavrila Princip tərəfindən öldürülməsidir. Bu hadisə səbəb olur ki, müharibə başlasın. Əvvəlcə Avstriya Macarıstan Serbiyaya müharibə elan eləyir. Çünki Serb millətçisi tərəfindən Avstriya Macarıstan taxt tacının vəliəhdi öldürülübdür. Demək, daha sonra isə Almaniyada Rusiyaya və Fransaya müharibə elan eləyir Schlieffen planına uyğun olaraq. Bu da müharibənin 3 cəbhədə başlayıb daha sonra 4 cəbhəyə keçməsi ilə nəticələnir. Müharibə 1914-cü ilin iyulundan 1918-ci ilin noyabr ayının 11-nə qədər davam eləyir. Müharibədə cəbhələr hansılardır? Müharibənin cəbhələri Qərb cəbhəsidir, Avropa cəbhəsi, Şərq cəbhəsidir, Rusiya cəbhəsi, Balkan cəbhəsidir və Qafqaz cəbhəsidir. Qafqaz cəbhəsi sonradan yaradılıbdır. Ruslar və Osmanlılar əsasən bu torpaqlarda mübarizə aparırdılar. Əgər xatırlayırıqsa, Almaniya 1905-ci ildə Alfred von Schlieffen tərəfindən 1905-ci ildə demək Schlieffen planı irəli sürmüşdü. Bu plan mahiyyəti nədən ibarət idi? Almaniya İki cəbhədə Rusiya və Fransa ilə mübarizə aparmalı və qısa müddətdə ildırım sürətli müharibə planını həyata keçirməklə həm Fransanı, həm Rusiyanı məğlubiyyətə uğramaqla dünya hökmranlığı iddiasına düşmüşdü. Və müharibə ilk başlayan anlarda Almaniya demək Fransanı məğlub etmək məqsədi ilə Belçika ərazisinə qoşun yeridir. Xəritədə biz Belçika ərazisini demək 40 nömrəli ərazi olduğunu bilirik. Almaniya ilə Fransa arasındakı zonadır 40 nömrəli ərazi. Fransanı məğlub etmək üçün 40 nömrəli ərazini tutub buradan Fransa ərazisinə daxil olmağı planlaşdırırdı Almaniya. Almaniyanın Belçikanı işğal etməsi və Belçikaya 1914-cü ilin avqustunda qoşun yeritməsi İngiltərənin Almaniyaya müharibə elan etməsinə səbəb olur. Yəni söhbət nədən gedir? Nəyə görə İngiltərə Almaniya Belçika uğrunda müharibə eləyir? Hətta bir il 2023-cü ildə səhv etmirəmsə 22-ci ildə demək Almaniyanın İngiltərə ilə müharibəyə 1-ci Dünya müharibəsində yəni İngiltərənin Almaniya müharibə elan etməsinin səbəbi olaraq qəbul imtahanına belə bir test tapşırığı istifadə edilmişdi ki, nəyə görə İngiltərə 1-ci Dünya müharibəsinə qoşulur və Almaniya müharibə elan eləyir? Çünki Belçika ilə İngiltərə arasında demək müqavilə vardı və Belçikanın bitərəfliyini, yəni müharibəyə qoşulmamaq istəyini İngiltərə müdafiə etməlidir. Buna görə də bu bitərəflik münasibəti pozulur. Almaniya Belçikaya qoşun yeritdiyinə görə İngiltərə də Belçikanı müdafiə etmək adı altında Almaniyaya müharibə elan etmiş olur. Fransa hökuməti dərhal Parisi tərk eləyirlər. Nəyə görə? 1914-cü ilin avqust ayında Almanlar demək Fransanın şimalına daxil olurlar. Belçika ərazisini işğal etdikdən sonra şimal bölgəsinə daxil olurlar və beləliklə Paris hökuməti Parisi tərk eləyir və lakin tez bir müddətdə 1914-cü ilin sentyabrında Almanların həmin Schlieffen planı ki var, ildırım sürətli müharibə planı, həmin plan iflas eləyir. Marna döyüşünün nəticəsində 1914-cü ilin sentyabrında Marna döyüşündə Almanlar məğlub olur, İngilis və fransızlar qalib gəlirlər. Hətta Fransa həlledici məğlubiyyətdən xilas olmuş olur. Yəni Fransa Almaniyanın təsir dairəsinə düşməkdən xilas olur və Schlieffen planı iflas eləyir. Bundan sonra Almaniya məcbur olur
iki cəbhədə müharibə aparmağa, həm Rusiya tərəfdən, demək şərq cəbhəsindən, həm də qərb cəbhəsindən müharibə aparmağa məcbur olur. Tannenberg döyüşündə isə 1914-cü ilin avqust ayında baş vermiş döyüşdə isə Ruslar məğlubiyyətə uğradılır Üçlər İttifaqı tərəfindən. Asiyada isə məsələlər fərqli yöndə inkişaf eləyir. Yaponiya uzaq şərqdə yerləşən Alman mülklərini ələ keçirtmək adı altında və Çini öz itaətinə almaq adı altında Yaponiya Almaniyaya müharibə elan eləyir. Hətta 1-ci Dünya müharibəsində 2-ci Dünya müharibəsindən fərqli olaraq Yaponiya Almaniya ilə mübarizə aparıbdır. Ancaq 2-ci Dünya müharibəsində Yaponiya ilə Almaniya müttəfiq olubdular. Düzdür, Yaponiya uzaq şərqdəki Alman mülklərini ələ keçirə bilir, alır, yəni almağı bacarır. Amma Çini itaət altına salmaq təklifi baş tutmur, yəni istəyi baş tutmur. Təbii ki, bu proses nəyə xidmət eləyir? Yaponiya uzaq şərqdəki Alman mülklərini aldı. Alsın. Yəni heç bir şeyə xidmət eləmir. Çünki müharibənin gedişinə heç bir təsir göstərmir. Uzaq şərqdəki müharibə təsiri zəif idi 1-ci Dünya müharibəsində. Ona görə bunun heç bir əhəmiyyəti olmur. 1914-cü ilin oktyabrında isə Rusiya Osmanlıya müharibə elan edir və Osmanlı beləliklə müharibəyə qoşulmuş olur. 1914-cü ilin dekabrı, 15-ci ilin yanvarında isə biz Azərbaycan tarixində mövzuları keçərkən qeyd etmişdik ki, Şimali Azərbaycan 1-ci Dünya müharibəsi illərində Qafqaz cəbhəsində gedən döyüşlər ərəfəsində baş vermiş Sarıqamış döyüşü, demək Rusların qələbəsi ilə nəticələnmiş. Osmanlı bu döyüşdə məğlubiyyətə uğramışdı. Səbəb nə idi Osmanlının məğlubiyyətə uğramasına? Çünki Sarıqamış döyüşündə demək hərbi təchizat baxımından Osmanlılar geri idilər. Həmçinin hava şəraiti Osmanlının xeyrinə deyildi. Buna görə Sarıqamış döyüşündə Osmanlı məğlubiyyətə uğradılır Rusiya tərəfindən, yəni 15 nömrəli dövlətimiz tərəfindən 10 nömrəli dövlətimiz Qafqaz cəbhəsində məğlubiyyətə uğradılmış olur. 1915-ci ildə isə hərbi əməliyyatların gedişində ilk növbədə Almaniya ilə müttəfiqlərinin əsas məqsədi nədir? Rusiyanı məğlub eləsinlər, Rusiyanı müharibədən çıxartsınlar. Almaniya hətta İngiltərəyə qarşı 15-ci il hərbi əməliyyatları zamanı yeraltı sualtı qayıqlardan və Belçikaya qarşı Belçika ərazisində ilk dəfə kimyəvi silahdan, yəni zəhərli xlor qazından istifadə eləyir. Hətta müharibə düzdür. Biz qeyd etmişdik ki, Üçlər İttifaqına daxil olan dövlətlərimiz hansılardır? Üçlər İttifaqına daxil olan dövlətlərimiz Avstriya, Macarıstan idi, Almaniya idi və İtaliya idi. Amma bu o demək deyil ki, müharibə başlayanda İtaliya Almaniya tərəfdən hərbi əməliyyatlar başlayıbdı. İtaliya hələ 1915-ci ildə hərbi əməliyyatlara başlamağa təzə qərar verir. Qərarı isə bu yöndə olur ki, Antanta dövlətləri İtaliyaya deyirlər ki, biz müharibədən sonra sənə çoxlu tutulan ərazilərdən pay verəcəyik. İtaliya da onlara inanır və Almaniya ilə bloku tərk eləyir. Üçlər İttifaqından çıxır. İtaliyanın Üçlər İttifaqından çıxması və Almaniyaya müharibə elan etməsi məsələləri dəyişir. Bloklar tərkibində yəni bir sıra dəyişikliklər baş verir. Məsələn, Üçlər İttifaqından İtaliya çıxır, Üçlər İttifaqının tərkibində qalır Almaniya ilə Avstriya, Macarıstan. Daha sonra Bolqarıstan və Osmanlı da həmin o ittifaqa qoşulurlar. Almaniya, Avstriya, Macarıstan, Osmanlı və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı yaradılmış olur. Yəni 15-ci ildə Üçlər İttifaqı çevrilir olur Dördlər İttifaqı, İtaliyanın bloku tərk etməsi, sonra Osmanlı ilə Bolqarıstanın ittifaqa daxil olması ilə Almaniya və Avstriya, Macarıstandan Antanta da öz olduğu kimi yerində qalır. Hətta Antantaya mərkəz dövlətləri olaraq da deyirlər tarixdə. Çanaqqala döyüşlərində isə 1915-ci ilin fevralında başlayıb 16-cı ilin yanvarına qədər davam etmiş Çanaqqala döyüşləri isə çox uzun və məşəqqətli bir savaş olur. İngilis fransızlar istəyirlər ki, İstanbulu işğal etsinlər və Osmanlını təslim olmağa məcbur eləsinlər. Amma bu döyüşlər təbii ki, Osmanlının şücaətlə qələbə qazanması ilə nəticələnir Çanaqqala ətrafında. Hətta ingilislər Bağdad ətrafındakı döyüşdə də məğlub olurlar. Məqsəd o idi ki, İraqı tutmaq istəyirdilər ingilislər. Ancaq Bağdad ətrafındakı döyüşlərdə də ingilislər demək məğlubiyyətə uğradılır Osmanlı dövləti tərəfindən. 1916-cı ilin hərbi əməliyyatlarının gedişində isə baş vermiş Kutul Amare döyüşündə yenə də ingilislərin Bağdadı tutmasına türklər mane olurlar, qələbə qazanırlar türklər. 1916-cı ilin hərbi əməliyyatlarının gedişində əsas məsələlərdən biri 1 milyona yaxın insanın ölümü ilə nəticələnmiş və Fransa ərazisində baş vermiş. Əsasən bu döyüşlər 16-cı ilin hərbi əməliyyatları baş vermiş buradakı döyüşlər mövqe döyüşləridir. Yəni heç bir tərəf üstünlük əldə edib qələbə qazanıb deyə bilmirik. Çünki hər kəs öz tutduğu mövqelərdə qalır. Yəni cüzi uğurlar əldə edilir buralarda. Ona görə də bu döyüşlərə mövqe döyüşləri adı veririk. Verden qəssabxanası döyüşündə təsəvvür edin ki, 1 milyona yaxın insan həlak olur. Ona görə də Verden döyüşü yox, Verden qəssabxanası adlandırılır bu döyüşün adı. 1916-cı ildə baş vermiş dəniz döyüşü olan Jutland dəniz döyüşündə də İngilis donanması ilə Alman donanması arasında
arasında baş verir, amma yenə də tərəflərdən heç biri qələbə qazana bilmir. Hətta tarixdə ilk dəfə olaraq tanklardan istifadə edilir İngiltərə və Fransa tərəfindən 16-cı ildə baş vermiş Somma döyüşündə, ancaq yenə də tanklardan istifadədə heç nəyi dəyişmir. Yenə də bu döyüş mövqe döyüşü olaraq adlandırılır. 16-cı ildə Ruslar Trabzon və Ərzurum bölgələrini Şərqi Anadolu hissədən işğal eləyirlər. Hətta avqust ayında Rumıniya müharibəyə qoşulur, amma həmin ilin sonunda 1916-cı ilin sonunda Antanta tərəfdən müharibəyə qoşulan Rumıniyanı məğlubiyyətə uğradırlar Dördlər İttifaqı. Demək 1917-ci ildə isə Rusiyada fevral burja inqilabının baş verməsi, monarxiyanın devrilməsi, Çar II. Nikolay və ailəsinin demək Yelenaya göndərilərək orada güllələnməsi, daha sonra oktyabr çevrilişi baş verməsi, oktyabr çevrilişindən sonra isə Brest-Litov sülhünə əsasən 1918-ci ilin mart ayının 3-də Sovet Rusiyasının Almaniya və onun müttəfiqləri ilə separat sülh imzalayaraq müharibədən çıxması məsələləri dəyişdirir. Aprel ayında isə Amerika Birləşmiş Ştatları 1917-ci ildə Almaniyaya müharibə elan edir və niyə müharibə elan edir? Niyə ABŞ müharibəyə qoşulur? ABŞ artıq Avropada gedən demək mübarizələrin gedişində bir çox Avropa dövlətinə borc vermişdi, kreditlər vermişdi. Təbii ki, müharibəyə son anlarda qoşularaq müharibənin gəlirlərindən faydalanmaq, nəticələrindən müsbət mənada faydalanmaq və təbii ki, borc verdiyi, kredit verdiyi dövlətlərin həmin borcları belə deyək ki, batırmamasını təmin etmək üçün, sonra borcların qaytarılmasını təmin etmək üçün ABŞ müharibəyə qoşulur. May ayında isə 1917-ci ildə Rumıniya sülh imzalayır və müharibəni tərk eləyir. Yəni Rumıniyadan bu qədər. Rumıniya savaşa gec qoşuldu 16-cı ildə. Avqust ayında 17-ci ildə 16-cın sonlarında məğlub edildi. 17-ci ildə Rumıniya sülh imzalayır, müharibədən çıxır. Oktyabr ayında isə Caporetto döyüşü baş verir. Caporetto döyüşü keçmiş müttəfiqlərin qarşı-qarşıya gəldiyi döyüşdür. Avstriya, Macaristan və Alman qüvvələri burada keçmiş müttəfiqləri olan İtaliya ilə qarşı-qarşıya gəlirlər və Caporetto döyüşündə İtaliyanı məğlubiyyətə uğradırlar. 1918-ci ilin iyul ayında Almanlar yenidən Paris üzərinə hücuma keçirlər. Lakin bu zaman Almanların Paris üzərinə hücumunu Amerika Birləşmiş Ştatları qoşunları dayandırır. Sentyabr ayında isə Dördlər İttifaqının tərkibində olan Bolqarıstan müqavilə imzalayır və müharibədən çıxır. Oktyabr ayının sonlarında isə Osmanlı dövləti görür ki, Fələstin və Suriya bölgəsində məğlubiyyətə uğradı və Osmanlı dövləti də məcbur olaraq Mudros sülh müqaviləsini imzalayır və müharibədən çıxır. Xatırlayaq, Mudros müqaviləsinin Azərbaycanla bağlı bir maddəsi var idi. Hansı ki, Osmanlı qoşunları, Türk qoşunları Azərbaycanı tərk etdikdən sonra Bakı Antanta qüvvələri tərəfindən işğal edilməli idi. Bunu da xatırlayaq, kim rəylərə yazaq, kim Mudros sülh müqaviləsinin demək şərtlərinə etiraz etmişdi. Osmanlı dövləti ilə gizli razılaşaraq Azərbaycandan bir şəxs Mudros müqaviləsinin Azərbaycanla bağlı maddəsinə, yəni Azərbaycan ərazisində Böyük Britaniyanın işğal zonasının yaradılmasına etiraz etmişdi. Kim idi bu demokratik ziyalı? Şərhlərə zəhmət olmasa bunu da qeyd edərək. 3 noyabr tarixində isə Avstriya, Macaristan təslim olur artıq. Demək Dördlər İttifaqı tərəfdən. Dördlər İttifaqından görürük ki, sentyabr və noyabr aylarında iki dövlət çıxdı. Oktyabr ayında Osmanlı çıxdı. Demək ittifaq beləliklə dağılır. Həmçinin 3 noyabrda Almaniyada xalq inqilaba qalxır. Çünki artıq müharibədə məğlubiyyət biruzə verir özünü və inqilabdan nəticədə monarxiya devrilir Almaniya ərazisində. 9 noyabr tarixində demək Almaniya Respublika elan edilir. Xatırlayaq ki, 1918-ci il 9 noyabr tarixində Almaniya Respublika elan edildiyi gün Azərbaycan Xalq Cümhuriyyətində 2-ci hökumət kabineti tərəfindən dövlət quruculuğu istiqamətində 3 rəngli dövlət bayrağının təsdiq edilməsi haqqında qanun verilmişdi və 11 noyabr tarixində isə ədətən tarixdə yataq vaqonunda inqilab adı almış Kampiyen barışığı imzalanır. Kampiyen meşəsindəki barışıq Fransız demək marşalı Foşun qərargahında, Foşun vaqonunda demək Almanlar tərəfindən imzalanmış bu barışıq 11 noyabr tarixində yaylım atəşinin saat 11-də açılması ilə, səhər saat 11-də açılması ilə 1-ci Dünya müharibəsi başa çatmış olur. Və müharibədən sonra dərhal 1919-cu ilin yanvar ayında Fransanın Paris şəhərində Versal sarayında sülh konfransı çağırılır. Dövlətlərarası münasibətləri tənzimləmək üçün. Və bu sistem 1-ci Dünya müharibəsinin nəticələri göstərir ki, dünyada artıq müstəmləkə sistemi böhran yaşayır. Yəni müstəmləkə sistemi özünü doğrultmur. Dördlər İttifaqı təbii ki, müharibənin nəticəsində məğlub olur. Antanta dövlətləri qalib gəlir.
müharibənin nəticəsində Avstriya-Macaristan dağılır, imperiyanın dağılması nəticəsində yeni dövlətlər yaranır, Osmanlı imperiyası dağılır, Rusiya və Almaniya imperiyaları dağılır və beləliklə yeni müstəqil dövlətlər yaranmış olur müharibənin nəticəsində. Bəs müharibədən ən çox qazanan kim olur? Müharibəyə gec qoşulub, müharibənin təsirlərindən olduqca çox gəlir götürən Amerika Birləşmiş Ştatları, dünya xəzinədarına çevrilir Amerika Birləşmiş Ştatları. Nəyə görə? Çünki dünyada Amerika Birləşmiş Ştatları 1-ci Dünya müharibəsində dünya dövlətlərinə özlərini iqtisadi baxımdan təmin etmək, hərbi baxımdan təmin etmək üçün ən çox kreditlər verən dövlət olmuşdu Amerika Birləşmiş Ştatları. Belə hörmətli abituriyentlər, 1-ci Dünya müharibəsi mövzusu haqqında danışacaqlarımız bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.